Salam dostlar. Ne kadar qar yağıb deyirəm bizdə. 60 santi. Bir gün biraz qar təmizlədim, yol açdım özümə. Bax, belə təmizləmişəm. Qar. Bizdə məlli başlı qar yağıb. Bu kadar qar olanlar. Yağmır bir deyirsən bir günə yarım metr qar yağır. Qar təmizləyəndə. Bu qar təmizləyənin neçə yaşı var? 40 yaşı var. Bu 40 ildir bu qar təmizləyən işləyir. Yaxşı da idmanla məşğul olun. Bədəniniz möhkəm olsun, işləyə bilirsiniz. Göstərim də sizə qarı necə təmizləmək lazımdır. 60 santlıq qardır. Bax, görmə qədər. Bunu belə kəsirsən. Beləcə kəsirsən lopatka ilə. Yağı kəsən kimi. Bax, belə kəsir qəşəng. Kəsdim mi, hara ki əlim çatır. Sonra bax belə kəsirsən, bölürsən. 4 tərəfdən. Beləcə. Sonra da hissələrə bölürsən. Qar təmizləyən onu götürə bilsin, yoxsa çox ağır olacaq. Sonra yavaş-yavaş götürüb atırsanız. Belə götürdük. İtulladıq. Belə. Sonra qar belə olar. Görüm təmizləyə bilsəm. Gedib çataram ora. Orada manqalın üstünü qar basıb. Qəşək kebab eləmək olar sonra, qar təmizləyəndən sonra. Teflisada bu panikli qar basıb hamısını. Hələlik bu qədər. Sağ olun.